Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün çox ləzzətli qarın qutabının fərqli qaydada hazırlanmasını sizlərlə paylaşıram. Keçək hazırlanmasına. 5 stəkan ölçüm 200 ml-dir. Ələnmiş unun üzərinə 1 xörək qaşığı duz və ilıq su əlavə edib xəmir yoğururam. Xəmir yumuşaq olmalıdır. Üzərini örtüb 20 dəqiqə, yarım saat dinlənməyə qoyuram. Buzluqda olan hazır çəkilmiş qarını tavaya qoyuram. Üzərinə 1 stəkan su əlavə edib bişməyə qoyuram. Suyu tam çəkilib bişdikdən sonra üzərinə duz, istiot, paprika, acı toz bibər və biraz da zirinc əlavə edib qarışdırıb 1-2 dəqiqədə bişirib ocağı söndürürəm. Zirinc olmasa nardan da istifadə edə bilərsiniz. Ocağı söndürdükdən sonra üzərinə biraz doğranmış cəfəri əlavə edirəm və qarışdırıb qapağını örtürəm. Yarım saat keçdikdən sonra xəmiri qabdan götürürəm və masanın üzərinə biraz un səpirəm. Xəmiri formaya salıb xırda kündələrə bölürəm və kündəliyirəm. Əziz izləyicilərim, səsimdəki narahatlığa görə biraz üzürlü sayın. Üzərinizə sağlıq, biraz nasazam. Allah hər kəsə can sağlığı versin. Hazırladığım kündələri unladığım siniyə düzürəm və üzərini örtüb 10-15 dəqiqə gözlətdikdən sonra ilk kündədən başlayaraq xəmiri nazik yayıram. Üzərinə içilikdən qoyub bu qaydada bükürəm və üzərini çəngənlə deşirəm ki, bişən zaman şişməsin. Digər kündələri də bu qaydada hazırlayıram. Onu da deyim ki, içliyə yağ vurmuram, çünki öz qursağının yağı bəs edir və soğanı da əvvəlcədən qarnının içərisinə çəkib hazır halda buzluğa qoyduğum üçün yenidən soğan əlavə etmədim. İçlik biraz qaldıqda yağı donur. Xəmirə yaymaq rahat olsun deyə arada ocağı yandırıb içliyi isitmək lazımdır. Əziz izləyicilərim, videonu izləyən zaman kanala abunə olub bildiriş zəngini aktiv etməyi, bəyənib yaxınlarınızla paylaşmağı unutmayın. Zəhmətə dəyər verən, dəstək olan bütün izləyicilərimə dərin təşəkkürümü bildirirəm. Sonra yağsız tavada qutabları o yüz bu yüz bişirirəm. Qutabları qaba yığarkən aralarına sumaq səpirəm.
Bu da artıq bişib hazır olan qutablarım. İnanın çox-çox dadlıdır. Mütləq sınamağınızı tövsiyə edirəm. Allah hər kəsə bol ruzi bərəkət nəsib etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videonu bəyənməyi və fikirlərinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.